Möhtərəm müsəlmanlar, Əhl-i Sünnənin mənhəci barədə olan silsilə dərslərimizə davam edirik. Bugünkü dərsimizin mövzusu Əhl-i Sünnənin məsdərləri barəsində olan xüsusiyyətləri, Əhl-i Sünnənin məsdərlərində olan xüsusiyyətləri, Əhl-i Sünnənin məsdərlərində olan mənhəcidir. Və bəllidir ki, hər bir firqə, hər bir toplum öz əqidələrini götürmək üçün özlərinin bir məsdəri var. Əqidələrini, dinlərini o məsdərə etimad edərək götürürlər. Və Əhl-i Sünnətin bu məsdər mövzusunda, əqidələrini hardan götürürlər mövzusunda da öz mənhəci var, öz yolu var. Və burada birinci qayda olaraq götürür ki, Əhl-i Sünnə və Cəmaatın əqidədə məsdəri Quran və sünnətdir. Allahın kitabı və Rasulullah sallallahu aleyhi və səlləmin səhih hədisləridir. Əhl-i Sünnə və Cəmaat məsdər olaraq özlərinə yalnız Quran və sünnəti götürür. Çünki məsum olan, vəhiy olan Allahın kitabı və Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi səhih sünnədir. Və dinlərini bunlar yalnız bunun üzərində etimad edirlər. Bu arada Allah Teala Quran-ı Kərimdə buyurur ki: فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Xeyr, and olsun sənə Rəbbinə ki, onlar aralarında baş verən ixtilaflarda səni hakim təyin etmədikcə, sənin verdiyin hökümlərdən qəlblərində sıxıntı duyduqca və tam təslimçiliklə təslim olmadıqca iman gətirmiş olmazlar. Yəni, onlar Allah Resulü sallallahu aleyhi ve sellem hökmünə qayıtmadıqca və bu hökmdən tam razı qalmadıqca haqqı ilə iman gətirmiş sayılmazlar. Deməli, Rasulullah sallallahu aleyhi ve sellemin gətirdiyi şəriət bizim üçün birdən tək olan məsdərdir. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem hədislərində də insanları yalnız Quran və sünnətə, onun gətirdiyi şəriətə sarılmağı əmr edir. Hədisdə buyurur ki, mən sizi nə üzərində tərk edirəmsə, onun üzərində davam edin. Sizdən əvvəlkiləri həlak edən çox sual vermələri və peyğəmbərlərinə qarşı çıxmaları oldu. Əgər mən sizi bir əməldən çəkindirərəmsə, o əməldən uzaq durun və sizə nəyi əmr edərəmsə, gücünüz yetən qədər onu yerinə yetirin. Hədisi Buxari rivayət etmişdir. Və eyni zamanda Əhl-i Sünnə imamları da bu mövzuda tək məsdər olan Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi olduğunu bizə anladıblar. Bu barədə İmam Əhməd rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini təsdiq etmək, onlara iman gətirmək hər kəsə vacibdir. Və bu məsələdə heç zaman niyə görə və necə deyərək sual verilmir. Hər kəsə vacibdir ki, yalnız təsdiq edib iman gətirsin. Əgər bir insan bir hədisin şərhini bilmirsə və ağlı hara qədər çatırsa, onunla yetərlənir və onun üzərinə vacib olan da ona iman gətirib təslim olmaqdır. Necə ki, və misallar gətirir İmam Əhməd rahimehullah buyurur ki, necə ki, Sadiq-ül Məsduq hədisi kimi, o məşhur hədisdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən biriniz anasının bətnində 40 gün su damcısı halında 40 gün, qan laxtası 40 gün çeynənmiş ət halında olacaq. Məşhur hədisdir. O hədisə Sadiq-ül Məsduq hədisi deyilir. O hədisi misal gətirir və yaxud deyir ki, qədər mövzusunda olan hədislər kimi və bu hədis və yaxud Allah Taala'nı görmək, qiyamət günü Allah Taala'nı görmək barədə olan hədislər kimi deyir və bunlar insan qulaq asdıqda, dinlədikdə ona qəribə gəlsə də deyir, onun üzərinə vacib olan onu eşidib iman gətirməkdir. Bu da Usul-u Sünnədə 17-ci, 19-cu səhifələrdə İmam Əhməddən nəql olunmuşdur. Və bu məsələdə, qardaşlar, önəmli bir neçə mövzuya toxunmaq istəyirəm. Birincisi, özünə haqq əhli deyən bilməlidir ki, onun tək məsdəri, əqidəsini tək götürdüyü yer Quran, sünnət. Hətta icma öz-özlüyündə müstəqil məsdər deyil. İcmanın hüccət olması başqa bir mövzudur. Çünki icma alimlərin ittifaqı ilə hüccətdir.
icma dəlil gətirdiksə, icmana dəlil gətirirsən, icmanın hüccət olmağı başqa bir mövzudur. İcmanın müstəqil bir məsdər olması başqa bir mövzudur. Yəni əqidədə məsdər olması başqa bir mövzudur. Yəni bunu necə izah edək? Məsələn, bir insan bir əqidə məsələsində bir mövzu haqqında danışır və biz ondan dəlil tələb edəndə, bəli, Qurandan ayə gətirir, hədisdən, Peyğəmbər sallallahu aleyhi və səlləm isə hədislərindən dəlil gətirir və alimlərin icmasından nəqillər gətirir. Bu şəkildə əqidəsini isbat edir. Dediyi sözü isbat etmiş olur. Bir insan ola bilsin, bir məsələdə rəy deyir, o məsələdə Quran-ı Kərimdən ayə gətirmir, lakin hədisdən dəlil gətirirsə biz onu artıq qəbul edirik. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzu barədə, hansı ki, Arasat meydanında Rasulullah sallallahu aleyhi və səlləmin hovuzu barədə bu haqda hədislər mütəvatir hədislərdir. Əhl-i sünnətin iman gətirdiyi məsələlərdəndir. Bu barədə Qurandan ayə yoxdur. Bir insan bu hovuzdan danışanda, Rasulullah sallallahu aleyhi və səlləmin hovuzundan danışanda, ondan dəlil tələb olunarsa, o hədisləri gətirərsə, onunla kimsə onun haqqı yoxdur ki, sən niyə Qurandan dəlil gətirmirsən deyə ondan dəlil tələb etsin. Çünki artıq insan dəlil gətirdi. Yəni, tək sünnədən dəlil gətirməsi yetərlidir. Və ya əksi, tək Qurandan dəlil gətirməsi yetərlidir. Lakin elə bir əqidə məsələsi yoxdur ki, onun dəlili Quran-ı Kərimdə olmasın və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində də o barədə dəlil gəlməsin, lakin alimlərin icmasında belə bir dəlil olsun. Belə bir əqidə məsələsi yoxdur. Praktiki olaraq yoxdur ki, yəni Quranda və sünnədə gəlməyən bir şey olsun və yalnız icmada aid olsun ki, və bu da bizim üçün əqidə məsələsi olsun. Yəni ki, əhl-i sünnətdə belə bir məsələ yoxdur. Və buna görə də biz deyirik ki, icma, alimlərin ittifaqı əslində Quran və sünnəyə sökənir. Quran və sünnəyə sökəndiyi üçün alimlər onun üzərində icma ediblər. Lakin icma özlüyündə müstəqil, əqidədə müstəqil məsdər deyil. Baxmayaraq ki, bəzi alimlərdən bunu müstəqil məsdər kimi zikr edənlər olub, lakin icma özlüyündə dediyimiz kimi müstəqil məsdər deyil. Bu birinci mövzu. İkinci, bu haqda danışacağımız ikinci mövzu odur ki, burada bəzi insanlar var ki, dəlil istədikdə deyirsən ki, bir məsələdən danışır, etiqad məsələsindən danışır, dəlil istəyirsən, deyir, filan şeyx belə deyib. Ləcnə belə deyib, filan alimlər belə deyib. Bizim əqidədə məsdərimiz var. Yəni, ona görə mən bu kitabın müqəddiməsində də qeyd etdim ki, bu qaydalar çox önəmli qaydalardır. Əhl-i sünnənin mənhəc qaydaları çox mühümdür. Çünki bu qaydaları sən bilərsənsə, bidət əhlinin çoxlarının şübhəsinə cavab verə biləcəksən. Məsələn, insan qarşında gəlir, dəlil istəyirsən, deyir, şeyx filan kəs deyir, filan kitabda, filan səs yazısında belə deyir. Bizim əqidəmizin məsdəri var, Quran və sünnə. Quran, sünnə, filan şeyx, belə bir məsdər yoxdur. Quran, sünnə, ləcnə, belə bir məsdər yoxdur. Belə bir üçüncü məsdər yoxdur. O alimin sözü heç vaxtı məsdər ola bilməz. Əhl-i sünnətin qaydası var ki, alimlərin sözünü dəlil gətirilir. Alimlərin sözü dəlil olaraq gətirilmir. Bu əhl-i sünnətdə qaydadır. Özünə əhl-i sünnət deyən, dəlil istədikdə ya Qurandan ya sünnətdən dəlil gətirməlidir. Filan şeyximiz, filan böyük alimimiz belə deyir deyə, xeyr, belə bir din yoxdur. Bugünkü insanların çoxsunu çaşdıran, xüsusən də təkfir məsələlərində çoxsunu çaşdıran məsələlərdən biri budur. Baxırsan ki, təkfir məsələsində sənə gətirir və insanlar bu məsələdə şübhəyə düşür. Deyir, filan şeyxin kitabını keçir. Bax, filan şeyx nə deyir? Filan şeyx deyir ki, filan əməllər edənlər kafirdir, bitdi. Artıq onlara hüccətsiz, filansız kafir. Yəni, şeyx dedi, bitdi mi? Yəni, bu nə dindir? Və biz burada harada qaldı bizim bidət əhlindən bizi seçən əsas bu sifət ki var, Quran və sünnəyə sarılmaq, harada qaldı bu sifət? Bidət əhli də öz şeyxlərinə etimad edir. Bidət əhlinin də öz məsdərləri var. Məsələn, Rafizilər məsdər olaq deyir ki, məsum imamlardan nə gəldi? Bizim üçün hüccətdir, bitdi. Və yaxud bəzi sufi təriqətlərində deyir ki, şeyximizin röyasıdır, yuxusudur. Şeyximiz yuxuda nə gördüsə, bizim üçün məsdərdir. Və yaxud kəlam əhlində nədir? Ağıldır məsdər. Ağıl onlar üçün önəmli məsdərdir. Quran və sünnətdən hətta öndədir. Necə ki, onların başçılarına olan razi bunu qanun-ul kullidə qayda olaraq gətirir ki, ağılla, bu məsələ gələcək inşallah danışacaq, yəni ağılla Quran və sünnə arasında ziddiyyət olarsa ağıl öndədir deyir.
Deməli, bunların kökü onlardan fərqin nə oldu sənin? Sən özünə əhl-i sünnə və cəma deyirsən və məsdər olaraq Quran və sünnədən başqasını özünə məsdər götürürsən. Yəni, bu həqiqi sələflik ola bilməz. Yəni, həqiqi sələfisənsə, sənin üçün dəlil olaraq Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi olmalıdır. Və bu məsələyə biz mütləq diqqət etməliyik. Həmçinin, və məsələn, bəzilərinə gətirdikdə deyir ki, filan şeyximiz belə dedi. Filan elm tələbə, hətta bəziləri daha irəli gedərək, filan elm tələbəsi belə dedi. Ayələrin, hədislərin qarşısına hər hansı bir elm tələbəsinin sözünü gətirirlər. Bu, həqiqətən biabırçılıqdır. Əhl-i sünnətin mənhəcindən yəni xəbərsizlikdən irəli gələn bir şeydir. Yəni, onların bu əhl-i sünnətin mənhəcindən xəbəri olmadığını bizə anladır. Və bəziləri hətta mənhəc deyərək bağırır, amma baxırsan ki, ən əsas, önəmli məsələlərdə xəbərsizdirlər. Və məsdər, əhl-i sünnətin məsdərində ikinci mənhəc qaydası əhl-i sünnətin isnad elminə diqqət etməsidir. Əhl-i sünnət, Allah Azə və Cəllə bu ümməti isnad elmi ilə şərəfləndirib. Hədislərin isnadına diqqət etmək, bu dini isnadla rəvayət etmək yalnız bu ümmətə xas olan bir nimətdir. Allah Teala heç bir ümmətə vermədiyi bir xüsusiyyəti bu ümmətə nəsib etmişdir. Bu barədə Əhl-i Sünnətin imamlarına Əbu Hatim Razi rahimehullah, Hicrətin 277-ci ildə vəfat etmiş Əbu Hatim Razi rahimehullah deyir ki, heç bir keçmiş ümmətlərdən, Adəm əleyhissalamdan bu günə qədər olan keçmiş ümmətlərindən heç birində Peyğəmbərlərinin əsərlərini, onların sözlərini rəvayət edən bir ümmət olmamışdır. Yalnız bu neməti Allah Teala bu ümmətə bəxş etmişdir. Və ona soruşurlar ki, ey Əbu Hatim, ola bilsin ki, o alim, bu ümmətin alimləri hədis rəvayət etsin, lakin o hədis səhih olmasın, hədisin əsli olmasın. O cavab verir ki, bu ümmətin alimləri səhihi zəifdən daha yaxşı aid edirlər. Onların əməlləri, hədis elmindən məşğul olmaqları və bunu araşdırmaqları bizə bəyan edir ki, onlar əsərləri necə də diqqətlə araşdırırlar. Və bu da kimə cavabdır? Bugünkü gün hədis inkarçıları var. Hədisləri inkar edirlər. Rasulullah s.ə.v hədislərinə tən edirlər. Necə olar ki, 150 il sonra, 200 il sonra hədislər yazılıb, o hədislər olduğu kimi gəlsin. Çünki o insanlar hədis elmindən bixəbərdirlər. Hədis elminin necə yazılmasından, necə qorunmasından bixəbərdir. Birincisi, Allah Teala bu elmi qoruyubdur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnə nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Zikri, həqiqətən biz nazil etdik və biz də qoruyub saxlayacaq. Və bura zikr dedikdə Quran və sünnət daxildir. Necə ki, Allah Teala Quranı qoruyub, eləcə də Rasulullah s.ə.v sünnəsini qoruyub. İnsanlar o sünnəni dəyişdirmək üçün hədislər artırsalar da, alimlər o artırılmış hədislərin hamısını ayrı ediblər. Süzgəclər qoyublar. O hədisləri bir-bir o süzgəclərdən keçiriblər. Bir hədisin səhih olması üçün alimlər ağır şərtlər qoyublar. Çox ağır şərtlər qoyublar. Birincisi, o isnadda, yəni alim, hədisə yazan alimdən Peyğəmbər sallallahu aleyhi və səlləmə qədər olan o zincirdə olan hər bir kəsin bir-birini eyni zamanda yaşaması, bir yerdə yaşaması, ən azı bir dəfə görüşməsi şərti və bunların hər birinin hafizəsinin güclü olması, ədalətli bir şəxs olması haqqında alimlərin təzkiyə verməsi lazımdır. Doğru danışan olması lazımdır. Və hədis şaz olmaması, yəni özündən daha güclü ravilərə müxalif olmaması lazımdır. Hədisdə gizli xəstəliklər, yəni incə məqamlarda, yəni zəifliyə dəlalət edən əməllər olmaması lazımdır. Yəni, çox ağır şərtlər qoyublar. Və sən bəzən baxırsan ki, hədisdə, zahirində hədis səhih görüntüdür, amma baxırsan, alimlər zəif hökmü verirlər. Məsələn, alim var, yəni baxırsan ki, hədis elmində, məsələn, biri deyir ki, filan kəs, hədis isnadında deyir, filan kəs belə dedi. Bunu deyən özü etibarlı ravidir. Lakin demir ki, mən filan kəsdən eşitdim. Filan kəsdən eşitdim sözünü demir. Bu desəydi, yalan olardı, çünki eşitməyib. Başqasından eşidib, onun vasitəsilə eşidib. O başqasının adını çəkmək istəmir, çünki o zəif ravidir. Alimlər buna qədər, bu incə məqama qədər çəkib çıxardırlar. Tapırlar ki, xeyr, bu adam, bu alimlər, bu adını çəkdiyi insandan eşitməyib. Başqasından eşidib, başqasının adını çəkmək istəmir. Ona görə bu hədisə zəif hökmü verirlər. Baxın, o qədər incə məqamlara diqqət edirlər. Və bu da hamısı hədis inkarçılarına, Rasulullah s.ə.v sünnəsini inkar edən insanlara cavabdır.
o insanlar bu elmdən xəbərləri olsaydı, isnad elmindən xəbərləri olsaydı, Rasulullah s.a.v. sünnəsinə dil uzatmazdı. Və Allah Teala bu elmi bu ümmətdən də, yəni əhl-i-sünnə və cəmaata nəsib edib. Digər firqələrə Allah Teala bunu nəsib etməyib. Xüsusən də rafizlərdə isnad elmi deyən bir şey yoxdur. Baxmayaraq ki, sonradan bu elm sonradan qoyulub, onlar tərəfində, onlar da bəzi mustalah elmi falan yazıblar. Amma məsələn, onların bəzi universitetlərində əhl-i sünnətin alimlərin kitabları, mustalah elmi olaraq alimlərin, məsələn, İbn Həcərin kitabları tədris olunur. Və olunub da. Çünki özlərində bu elmi dərin öyrədən bir kitab yoxdur. Sadəcə olaraq nə üçün bunu yazıblar? Sırf bir dənə məqsəd üçün. Əhl-i sünnət sabah onların kitablarından, onların rəvayət etdiyi hədisləri gətirəndə ki, baxın, sizdə belə bir hədis var, sizin əqidənizə ziddir, deyə bilsinlər ki, təqiyyə edərək deyə bilsinlər ki, xeyr, bizdə də zəif hədislər var, səhih hədislər var, deyərək bu şəkildə məsələn sıyrılıb çıxsınlar deyə. Sırf bunun üçün. Amma onların özlərində səhih və zəifi ayrı edən köklü bir elm deyən bir şey yoxdur. Allah Teala bu şərəfi əhl-i sünnə və cəmaata nəsib edibdir. Və bu barədə baxın, əhl-i sünnətin imamlarından Abdullah ibn Mübarək rahimehullah buyurur ki, "El-isnad minəd-din." İsnad ilmi dindəndir. Və ləuləl isnad ləqalə mən şəə mə şəə. Əgər isnad ilmi olsaydı, hər kəs istədiyini danışardı. Yəni, hər kəs istədiyini danışmaması üçün Allah Teala bu ümmətə bu neməti nəsib edib, alimlər bu isnad ilmi haqqında olan ağır qaydaları yerlə qoyublar və hədisləri bu şəkildə ayrı ediblər. Həmçinin Süfyan Əsəvri rahimehullah buyurur ki, İsnad ilmi müminin silahıdır. Əgər müminin silahı olmazsa, o nə ilə vuruşa bilər? Və bu, səhih hədisləri ayrı etmək üçün önəmli bir məsələdir. Əhl-i sünnə əqidəsində yalnız səhih hədislərə etimad edir, zəif və uydurma hədislərə etimad etmir. Baxmayaraq ki, bidət əhlindən həmçinin seçən məsələlərdən biri də əhl-i sünnəti budur. Bidət əhlinə baxırsan, əqidəsini isbat etmək üçün, necə ki bu dəlillərə istinad etmə məsələsində gələn dərsimizdə bu barədə danışacaq, bidət əhlinin sifətlərindən. Əhl-i sünnətdə birinci dəlillərə baxırlar, Quran və sünnətdə olan dəlillərə baxırlar, sonra onun üzərində etiqad edirlər. Bidət əhli isə etiqad edir, sonra isə dəlil axtarır. Və dəlil axtaranda səhih dəlil tapmadıqda nə edirlər? Zəif və uydurma hədislərə belə etimad edirlər. Bu da əhl-i sünnətin yolu deyil. Əhl-i sünnət heç zaman əqidəsini zəif və uydurma hədislər üzərində qurmayıb. Baxmayaraq ki, onlar məsələn xüsusən kəlam əhli, əşarilər, məturidilər tevhid məsələlərində, xüsusən ad və sifətlərdə deyirlər ki, mütləq hədis, əhəd hədisləri biz qəbul etmirik. Kəlam əhli deyir, biz onları qəbul etmirik. O mütləq mütəvatir hədis olmalıdır. Mütəvatir, səhih hədis gətirirsən, açıq aydın və səhih hədisi rədd edir ki, xeyr, mütəvatir deyil. Niyə? Çünki əqidəsinə müxalifdir. Əqidəsinə müxalif olduğu üçün hədisi rədd edir. Adını qoyur ki, hədis mütəvatir deyil. Yəni, çoxlu yollarla gəlməyib. Bir neçə yolla gəlib, ona görə biz qəbul etmirik. Bunun hamısına cavab verəcək gələcək dərslərdə. Amma başqa bir mövzuda baxırsan ki, özü nəinki səhih hədis, zəif və uydurma hədisi gətirir əqidəsinə, dəlil olaraq. Üçüncü bir mövzuda baxırsan ki, mütəvatir olan bir hədisi inkar edir əqidəsinə müxalif olduğu üçün. Çünki sabit bir qaydaları yoxdur. Və bu da əhl-i sünnətdə olan ikinci bir qayda idi ki, əhl-i sünnətin mənhəcində, əhl-i sünnə və cəmaatın yolunda əhl-i sünnət isnad elminə diqqət edir və zəif hədislərə heç zaman etimad etmir, yalnız əqidələrini səhih hədislərdən götürür. Allahdan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin.